Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ala Aliyin emiril mu'minin ve ala Fatımete seyyideti nisa'l alemin. وعلى الحسن والحسين سيد شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى الرضا ومحمد بن علي وعلي بن محمد وحسن بن علي الزكي العسكري والقائم الحجة عجل الله فرجه الشريف. صل على محمد وآل أوصيكم عباد الله ونفسي بتقوى الله. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Bir daha mübarək cümə günündə sizi və özümü Allahdan qorxmağa, ilahi təqvaya dəvət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Amin. Bizi narahat edən məsələlərdən biri həbsdə olan qardaşlarımızdır. Hər bir mümini, müsəlmanı bu narahat etməlidir. Əgər biz narahat deyiliksə və narahat olmuruqsa, bu bizim öz problemimizdir. Bu qardaşlarımız Allaha görə, dinə görə, hicaba görə həbsə düşüblər. Biz gərək bunları yaddan çıxartmayaq. Əlimizdən nə gəlirsə onlar üçün etməliyik. Ən balacası duadır. Maddi yardım göstərməliyik. Onların işlərinin həlli üçün, onların da bizim kimi dünyəvi azadlığa çıxması üçün əslində onlar azaddırlar. Əgər birinin nəfsinin hilələrindən, məkrindən azaddırsa, o azad insandır. Biz çalışmalıyıq və onda Allah öz rəhmətini, bərəkətini bizə nazil eləyəcəkdir. Bunu yadımızda saxlayaq. Bizim xütbələrimizin, bizim mübarizəmizin, bizim təbliğatımızın ana xəttində haqq yolunda, İslam yolunda mübarizə aparan insanları arxasında dayanmaq durur. Kərbala bizə bunu öyrədir. Kərbala bizə öyrətdi ki və öyrədir ki, siz rəhbəri, öncülü, müdafiə edənləri, haqqı, arxasını boş qoymayanları müdafiə edin və əlinizdən gələn eləyin. Və bunu da bilin ki, haqq qələbə çalacaqdır. Bunu Allah vədə vermişdir buna. Heç kim haqla güləşə bilməz. İmam Əli Aleyhisselamın məşhur kəlamıdır. Kim haqla güləşərsə, haqq onun kürəyini yerə qoyacaq. Baxın, Kərbalada Yezid və onun ətrafdakıları İmam Hüseynə qarşı bütün tədbirləri tökdülər. Bütün tədbirləri. Qanın qılınca qələbə çalmaq anlayışı ki vardır, bu böyük bir anlayışdır. Qan qılınca qələbə çalır. Hətta Yezid və İbn Ziyad o qədər tədbir tökdülər ki, tədbirlərində bu da var idi. İmamı Küfəlilərin əli ilə qətlə yetirsinlər. Çünki Küfəlilər imamı dəvət etmişdilər. Onlar məktub yazmışdılar. Və İbn Ziyad və onun davamçıları, onun ətrafdakıları, havadarları desinlər ki, imamı biz öldürməmişik ki. Bəd ayaqda desinlər, elə küfəllər dəvət elədi, küfəllər də qətlə yetirdilər. Hər bir tədbiri tökmüşdülər. Amma bütün bu tədbirlərin fövqündə Allahın tədbiri dururdu. Və yəmkuruna və yəmkurullah Vallahu xayrul makirin. Onlar da tədbir tökür, Allah da tədbir tökür. Allah həmişə tədbir tökür. Təkcə Kərbalada tədbir tökmədi ki, ya ondan qabaq tökmədi ki, həmişə.
Allah nə tədbir tökdü? Onlar bütün tədbirləri töksələr, onlar insanların qəlbinə tədbir tökə bilmədilər. İnsanların qəlb dəryası Allahın əlindədir. Bir sevgi tufanı göndərir, görürsən qəlb dəryasını məcrasından çıxardır. Sənin gözündən 14 əsr üstündən keçməsinə baxmayaraq, həman tufan, sevgi tufanı gəlir, sənin qəlb dəryavı lərzəyə gətirir və gözündən göz yaşı axtırır. Həman Allahın tufanıdır bu. Bu sevgi tufanı sənin qəlb dəryava salan kimlərdir? Bu tufan ki olur, saylar, okeanlar məcrasından çıxır. Bu məcradan çıxmağının səbəbi tufanlardır. Allah bəzən sakit saxlayır bunu, bəzən onu cuşa gətirir. O tufan gələndə də dair qabağından heç kim çıxa bilməz. Yaponiyanın müasir texnologiyası olmursa, nə olur olsun? Onun qabağını almaq mümkün deyildir. O Allahın əlindədir. Peyğəmbərimiz deyir, qəlblər, qəlb vərəqləri Allahın parmağının arasındadır. O dəyişir. Bunu heç kim idarə edilməz. Ona görə də nə qədər biz haqq yolda yoxsa mübarizə aparırsa bunu gözləyin. Bunu görərsiniz ki, Əhl-i Beytin məktəbi dünyanı fəth eləyəcəkdir. Və insanları bir şərtlə bu yoldan dönməyək. Allahın vədələrinə inanaq. Biz sıfırdan başlamışıq. Bunu yadınızda saxlayın. Yadınızda saxlayın ki, çoxları evinin içində haqqı deməyə çəkinirdi. Hansısa bir məsələdə müdafiə etməyə çəkinirdi. Amma bugün Allah şiəyə elə bir izzət verib ki, onun aliminə nə qədər işlə versələr belə, nə qədər təzyiq eləsələr də belə, yenə də səsini qaldırır, deyir ki, mən sözümdən dönməmişəm. Bu İmam Hüseynin məktəbidir. Bu şiə qələbə çalacaqdır. Bizə deyirlər, siz aşla, xaşla məşğul olun. Amma imam deyir, Allah deyir, yox, aşla, xaşla heç nə verilməyəcək adama. Başla veriləcəkdir, baş. Gəlib başı verəsən burada, ona hazır olasan. Allah da görəndə İbrahim Peyğəmbər İsmaili qurban verir, deyir, sənə qurban mənə lazım deyildir. Sən qurban verməyə hazır ol ki, mən sənə izzət verim. Sən hazır olmalısan buna. Odur, bizim vəzifəmiz də budur, qardaşım. Bu yolu davam eləyək. Və bu yolda əlimizdən nə gəlir? Bunu eləyək. Biz həmişə də xütbədə deməsik, bizim xütbəmizin, bizim bu yolumuzun mənası bundan ibarətdir. Bizim danışığımızın, yaşayışımızın, bizim təbliğatımızın fəlsəfəsi bundan ibarətdir. Zülmdən barışmamışıq, inşallah barışmayacaq da. Bu birinci məsələ. İkinci məsələ Kərbala müsibəti münasibəti ilədir. Aşura geridə qalsa da bir daha mən baş sağlığı verirəm. Allah təala bizi Aşuranı başa düşən, o yolu gedən, davam eləyə bilən möminlərdən qərar versin inşallah. Allah Teala Kur'an-ı Kerim'de Ben İsrailləri qınıyır. Peyğəmbərin dövründə yaşayan Ben İsrailləri qınıyır. Və onları danlayır. Baxın ayələrə. Xüsusilə Bəqərə surəsində, Al-İmran surəsində bunları möhkəm qınıyır. Danlayır. Mən birinə toxunaram. Çoxdur orada. Ayələr çoxdur. Biri, Hazreti Musa Peyğəmbər dövründə, hələ İsa Peyğəmbərin, bizim Peyğəmbərimizlə bir 600-dən çox, 600-ə yaxın zaman fasiləsi vardır. 570-ci ildə Peyğəmbərimiz dünyaya gəlib, 40 ildən sonra 610-cu ildə 6-cı əsrin axırı, 7-ci əsrin 1-ci rübündə Peyğəmbərimiz Peyğəmbərliyə seçildi. 6 əsr ən azı Hazreti İsa ilə fərqi vardır. Amma Allah Teala Musa Peyğəmbərin dövründə olan Bəni İsraillərin əməlinə görə Peyğəmbərimizin dövründə yaşayan Bəni İsrailləri qınıyır. Deyir, o zaman gəldilər Həzrəti Musaya dedilər ki, bir nəfəri bizdən öldürüblər. Əgər sən qatili bizə tanıtdırsın, biz iman gətir. Bu ki, eşidibsiz, Bəqərə İnək surəsi Quran-ı Kərimdəki vardır.
Musa peyğəmbər də Allah'a dedi, Allah Teala dedi ki, bir inək kəssinlər. İnnəllah ya'murukum an tezbahu baqara. Allah deyir ki, bir dənə bəqara inək kəsin. Qalu atəttəxidun uzuba, bizi lağa qoyubsan. Deyirsən dedi, inək kəsmək nədir? Bunlar incəliklərdir, yerində inşallah gərək izah olunar. Axırda gəlib inəyi kəsilirlər, fədəbəhuhə və mə kədu yəfəlun. Onu da eləmək istəmirdilər, amma kəsdilər. İman gətirmədilər. İman gətirməliydiler. İman gətirmədilər. Allah deyir ki, "Sümmə qasat qulubukum min ba'di zalika fəhiyə kəl-hicarati aw əşəddu qasva." Sizin qəlbiniz bundan sonra daşa döndü və daşdan da möhkəm oldu. Sonra deyir, daşdan su çıxır, sizin gözünüzdən bir damla su çıxmadı. Qəlbiniz hərəkətə gəlmədi. Bu tufan ki qəlbinizə gəldi, məcrasından çıxmalıydı. Bu dərya məcrasından çıxmadı. Bu Musa peyğəmbərin dövründə olan Bəni İsraillərin əməlidir. Amma Allah Teala peyğəmbərimizin dövründən Bəni İsraillərə deyir ki, bizim peyğəmbərə sonra da deyir ki, "Əfətəxtəməun yu'minu lakum." Peyğəmbər, sən ümid edirsən, müsəlmanlar ümid edirsiniz ki, bunlar sizə iman gətirərlər. Bunlarla onlar arasında fərq var. Ən azı dedim, İsa peyğəmbərlə bir 600 il fərq vardır. Niyə bəs Allah Teala peyğəmbərimizin dövründə yaşayan Bəni İsrailləri onlarla elə bərabər tutur? Niyə? İmam Sadiq ona cavab verir. İmam deyir ki, bunların getdiyi yol elə onların getdiyi yol idi. Bunların onlardan razılığı var idi. Onlar hansı yolu getmişdilər, bunlar da o yolu gedirdilər. Onlar nə eləmişdilər, bunlar razı idilər. Ona görə deyir ki, elə eyni bir şeysiniz. Yəni, bizə Quran başa salır. Əgər keçmişdə bir azğın qövm olubsa və insanları azdırırsa və azdırıbsa, bugün də o yolu gedənlər varsa, onun barəsində Quran nə deyibsə, bunun barəsində də onu deyir. Bunun mənası budur. Əgər Bəni İsraillilər Musa peyğəmbərin dövründəki Bəni İsraillərin əməlinə görə peyğəmbərimizin dövründəki Bəni İsraillər qınanılır və eyniləşdirilirsə, eyni əməllərinə görə, onda Kərbalada da bir qism əgər kənara çəkilirsə, bugün də biz kənara çəkilsək, onlarla eyniyik. Bir qism düşmən tərəfinə keçirsə, biz də əgər düşmən tərəfinə keçsək, eyniyik. Və bir qism də İmam Hüseynə canını həsr eləyirsə, qanını ona həsr eləyirsə və şəhid olursa, biz də o yolu geçsək, biz də onlarla eyniyik. Yəni deməyək elə Kərbala 14 əsri bundan qabaqda baş verdi, bugün də Kərbaladır. Quran səni bugün də meydana çəkir. Bugün də sənə boynuna məsuliyyət qoyur. Bəziləri İslamı ilə tanıtdırmaq istəyirlər İmam Hüseyni, Kərbalanı. Bizim boynumuzda məsuliyyət yoxdur. Oradakıların boynunda məsuliyyət idi. Bir qismi qaçdı, gizləndi, bir qismi imamla vuruşdu, bir qismi də İmam Hüseyni müdafiə elədi. Bunlar getdilər cəhənnəmə, bunlar da getdilər cənnətə. Bizim boynumuzda məsuliyyət. Biz də ağlayırıq çünki İmam Hüseyni susuz öldürdülər. Biz də yanırıq, narahatlıq ağlayırıq. Bunun İmam Hüseyin cənnətdədir. Sənin ağlamağına da ehtiyacı yoxdur. Sən özün üçün ağla ki, sən özün üçün ağla, sən başına vururlar elə. Özün üçün ağla. Peyğəmbər də bizə deyəndə ki, İmam Hüseyni tanı, İmam Hüseyni dedi, həm tanı ki cənnətdədir, həm də tanı ki səni cənnətə apara bilər. Özü cənnətdədir. Sən onu ağlama, o cənnətdədir. Bəzən sual da verirlər, İmam cənnətdə niyə ağlayır? Özümüz üçün ağlayır. Biz də cənnətə getməyimiz üçün gərək o yolu bilə, o yolla gedər. Mən ürəyim ağrıyır, İmam Hüseyin ağanın məsələn susu şəhid elədilər. Bəli, onun məqamı üçün lazım idi o. Bizə yol qoyması üçün lazım idi. Sən niyə dini elə təqdim edirsən ki, bizim məsuliyyətsiz yetişdirsin? Məsuliyyətsiz bir yetişdir. Bizim boyumuzda məsuliyyət vardır. Ona görə Quran Bəni İsraillilərin dövründəki insanların əməlinə görə, əgər Peyğəmbərimizin dövründəki insanların əməlləri eyni olduğu üçün eyniləşdirirsə, biz də bugün öz əməllərimizi Kərbalada
O dövrdə yaşayan insanların əməllərindən gərək müqayisə edir. Hansı dəstənin əməli ilə bizim əməllərimiz üst-üstə düşür? İnşallah Allahdan arzumuz budur, duamız budur ki, bizim əməllərimizi İmam Hüseynə canını, qanına həsr eləyən insanların əməli ilə eyni tutsun. Pərverdigara bizi Qurandan, Əhl-i Beytdən ayrı salma yine. Pərverdigara bizi namərdlərə möhtac eyləməginə. Pərverdigara bizi o insanlardan qərar ver ki, minnetsiz özünü Allah'a dinə əsr etmişdir. İlahi Pərverdigara Kərbəlanı düz başa düşənlərdən, doğru anlayanlardan bizi qərar ver yine. İlahi Pərverdigara düşmənlərimizi hidayət et. Hidayət olmurlarsa məhvunabud eylə yine. Pərverdigara şəhidlərimizi qəriq rəhmət eylə yine. Pərverdigara şəhid Əhmədi, şəhid Fəridi, şəhid Mübarizi şəhidlərimizə, Kərbala şəhidlərinə qonaq eylə yine. İlahi Pərverdigara işğal altında olan torpaqlarımızı azad eylə yine. Düşmənlərimizi məhvunabud eylə yine. Müsəlman ümmətin birliyini, vəhdətini bir daha Pərverdigara Əhl-i Beytin əli ilə bərpa eylə yine. İlahi Pərverdigara İmam Zaman ağanın zorunu təcil eylə yine. Pərverdigara ağanın izzətinə, əzəmətinə sənə and veririk. Müşküllərimizi, xüsusilə həbsdə olan qardaşlarımızın müşküllərini həll eylə yine. Həstələrinə şəfa inayət eylə yine. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad. Ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuven ahad.